Qadınlarda menopozdur, bəs kişilərdə? Qadınlarda menopoz, kişilərdə andropozdur. Doğru, qadınlar qədər kəskin olmasa da, amma kişilərdə də andropoz başlayır. Nə deməkdir bu? 40 yaşından sonra ildə 1% testosteron balansı düşür. 40 yaşından sonra kişilərdə daha başqa nələr baş verir? Bayaq da qeyd etdiyim kimi, testosteron ildə 1% aşağı düşür. Libido azlığı, yəni cinsi istəksizlik baş verir. Motivasiya, enerji düşüşlüyü olur. Əzələ sistemində əzələ getdikcə azalmağa baş verir və nə olur? Qarın çevrəsində yağların artması baş verir. Bundan başqa ürək damar sistemində yüksək təzyiqin artması baş verir. Erektil disfunksiya, yəni cinsi zəiflik və nə olur? Kişilərdə getdikcə cinsi orqanın yığılması, içəriyə doğru yığılması və kiçilməsi halları baş verir.